biz dünya səyahətinə gedəcəyik. Özdə maşınla. Atam yorulanda anam sürəcək, anam yorulanda atam. Əgər biz 80 günə dünyanı səyahət edib çatdırsaq, atamın müdürü bizə 1 milyon manat verəcək. Mərc eliblər də. Mənim gözəl müdürüm maaşımdan biraz avans versə, heç alınmır. Ehtiyatla uşaqlar. Qaçmırıq, sakin. Keç maşına gəlirəm. Sağ olun mənim. Sağ ol Murad. Necəsiz? Çox sağ olun Nigar xanım, siz necəsiz? Yaxşıyam, çox sağ olun. Yəqin ehtiyac yoxdur Muraddan danışmağa. Onsuz da bilirsiniz, Murad dərslərini yaxşı oxuyur, əlaçıdır. Sadəcə hərdən elə fantastik şeylər danışır. İnanırsınız, özüm də təəccüblənirəm. Hə, fantastik şeylər danışmağı çox sevir də bu uşaq. Yəqin oxuduğu kitablardan olar. Məncə də. Çünki tez-tez çantasında Sherlock Holmes'un macəralar kitabını görürəm. İnanırsınız, bütün günü planşetdə onu oxuyur. Elə ona görədir belə ağıllı uşaqdır. Keçən dəfə təsəvvür edirsiniz mənə nə deyir? Mənə deyir ki, müəllimə, mən bilirəm ki, sizin həyat yoldaşınız bu gün evdədir və siz badımcan yeməyi bişirmisiniz. Hardan bildin? Şalvarınızın aşağısında ləkə var. Bu yalnız maşından düşəndə olur. Deməli, siz məktəbə gələndə maşınla gəlmişsiniz. Yoldaşımız işə getməyib. Barmağınızda qara ləkələr var. Siz fəhlə deyilsiniz. Ya nar ləkəsidir, ya da badımcan ləkəsi. Nəzərə alsaq ki, indi nar mövsümü deyil. Deməli, siz bu yan badımcan pişirmisiniz. Arada məni də şoka salır. Görəsən özü düşünür bunları. Sən hamıya deyirsən ki, özün tapırsan? Nə deyim bəs? Deyim sən mənə kömək edirsən? Kim inanır mənə? O da düzdür. Sadəcə mən alışmamışam ki, mənim uğurlarımı kimsə özününkiləşdirsin. Bağışda da. Kimlə danışırdın? Heç elə belə. Hı? Ha, Yaxşı. getdi.